Hər kəsə salam. Bu video izahımızda dəyər yayınlarının 26 aprel tarixində keçirdiyi 7-ci sinif üzrə sınaq 7 riyaziyyat suallarının gəlin izahına baxaq. 26-cı sualda izahımıza başlayaq. Nə deyilir? K-nın hansı qiymətində 3 həddisi 2 həddinin kvadratı olar? Deməli 4x-in kvadratı minus 20x plus k. Deməli burada 2x minus nəyinsə a-nın kvadratı şəklində olmalı. Düzdür? Fikir verin. 2'ni vurup 2'ye, düsturda 2 AB'ydi. Vurup A'ya ne almalıdır? 20. Düzdür mü? A da beraber 20'ni 4'e bölsek 5. Yani burada olmalıdır. Ne olmalıdır? 5 olmalıdır. Atsam 4x kvadratı minus 20x plus 25. Doğru cevap olur. 1, 26 B variantı. Davam edək növbəti 27-ci sual. X'in hansı qiymətində y bərabər 6 olar? Y bərabərdir 5x minus 4. Nəyə bərabər olar? 6'ya bərabər olar. 5x bərabərdir 10, x də bərabər 2. 27 doğru cavab olur. B variantı. Sual nömrə 28. Nə deyilir 28-ci sualda? X kvadratı üstə gələk. Px plus q üçədlisi bərabərdir x plus 5 və x minus 4 iki ədlərin hasilinə. Atsam bunu uşaqlar. Px plus q bərabər x'in kvadratı plus x minus 20. Birbaşa sadələşdirib yazdım. Deməli, baxın. P burada müsbət 1'ə bərabərdir. Q bərabərdir. Mənfi 20'yə. Bizdən də P minus Q'nu soruşur. 1 minus mənfi 20 bərabərdir. Müsbət 21. Doğru cavab olur. 28 D variantı. Sual nömrə 29. Tənliklər sistemindən x'i tapın. X plus 2y bərabərdir 5'dir. X minus y bərabər 2'dir. İkinci tənliyin hər tərəfini 2'yə vurub tərəf-tərəfə toplasam 3x bərabər 9, x bərabər 3 alarıq. Doğru cavab olur. 29 D variantı. 30-cu sual. ABC düzbucaqlı üçbucağında. Bunu bura çəkeyim çünki uşaq üstündə işləyib və bunu mənim Nuray qızım gedib imtahana yazıb. Deməli, bucaq A'nın bucaq C olan nisbəti 2/5'dir. Yəni, bura 2K'dırsa bu 90 dərəcə olacaq 5K. Yazarıq ki, 5K bərabər 90, K bərabər 18. 18'i 2'yə vursam 36 dərəcə. Düzbucaqlı üçbucağın bir bucağı 36 dərəcədirsə, digər iti bucağı, çünki iti bucaqların cəmi 90 dərəcəyə bərabər. 90'dan 36 çıxaram, bərabərdir 54 dərəcə. Təmbölən olduğuna görə 54'ü yarı bölərəm 27 dərəcə. 27, 27. Bizdən nə soruşur? BD'si. Bu düzbucaqlı üçbucağa baxaram. 27'dirsə, bu 5K heç. 90'dan 27 çıxaram, nə qalacaq? 3, 63. Doğru cavab olacaq C variantı. Deməli 30 C variantı. Sual nömrə 31. Ananın deyir 28 yaşı var. Ana bərabərdir 28. Qızının isə 3 yaşı var. Neçə ildən sonra x il ötdü. 3 üstə gələk x. Ananın yaşı qızın yaşından 3 dəfə böyük olacaq. Yəni 3/5. 3/5'i vursam qızın yaşına bərabər olacaq ananın yaşı. Vurub atsam 10/5 üstə gələk 3/5 x bərabərdir 28 plus 2. Buradan 2/5 x bərabərdir. Alarıq 17/5. X də bərabərdir 7. Tamamilə doğru. 7 ildən sonra doğru cavab olur. 31 D variantı. Sual nömrə 32. 168 ədədi 32. Neçə sadə ədədlə qarşılıqlı sadə deyil. 168'i vuruqlarına ayırsaq sadə ədədlərini deyil. 2'yə bölünür. 2'yə bölünür qalır 84. 2'yə bölünür 42. 2'yə bölünür 21. 3'ə bölünür 7. 7'yə bölünür 1. Yəni 168 bərabər 2'nin üstü 3, 3'ün üstü 1, 7 üstü 1 kimi yazmaq mümkündür. 3 dənə sadə ədədimiz var əlimizdə. 2, 3, 7 bölənlərin içində. Düzdür? Neçə sadə ədədlədir, qarşılıqlı sadə deyil. 3 dənə. Çünki başqa da sadə ədəd yoxdur. Doğru cavab olur. 32 C variantı. 33-cü sual. Perimetri 60 olan bərabər tərəfli üçbucaq. Yəni 3A perimetri 3A'da bərabər 60, A da bərabər 20. Doğru cavab olur. 33 B variantı. Sual 34. Aşağıdakilərdən hansı sıradan aşağıdakı ədədlər sırasından hansı 2 modaldır? Burada doğru cavab B olur. Niyə? 0, 4, 4, 8, 8. 1 moda, 2 moda. Doğru cavab olur B variantı. Sual nömrə 35'ə baxaq. Görək nə deyir. Apsis oxunu kəsdiyi nöqtə, yəni apsis oxu OX-dir. Y nə olmalı? 0 olmalıdır. 3x minus 6 bərabər 0, x bərabər 2. X 2, y 0 doğru cavab olur. 35 A variantı. Sual nömrə 36. Deməli nədir? 2 zər atıldıqda düşən xalların eyni olması hadisəsi üçün əlverişli halların sayını tapın. 1, 1, 2, 2, 3, 3, 4, 4, 5, 5, 6, 6. Əlverişli halların sayı 6. Ehtimalını soruşsaydı 36'da 6, 6'da 1 olardı ama əlverişli halların sayını soruşur. Doğru cavab olur. 36 D variantı. Davam edək. Nömrə 37.
Aha, nömrə 37. Görək nə deyir. Cəmi 18 olan 37-ci sual. Yəni x plus y bərabər 18. Fərqi 26 olan ədədlər var. Bu ədədlərin kiçiyini soruşur. Tərəf-tərəfə toplasaq 2x bərabər 4, 44, x bərabər 22. 22 üstə gələ y bərabər 18 isə y bərabər -4. Doğru cavab olur 37A variantı. Sual nömrə 38. 38-ci sual burada bu şəkildə Nuray birbaşa üstündə yazıb. Deməli 0,56 bölünsün 0,14 üstə gələk 1,56 bölünsün 0,12 minus 2,56 bölünsün 0,16. Hər vergüldən sonra hər bir yəni onluq kəsirdə 2 ədəd olduğuna görə vergüllər silinir. 56-nı 14-ə bölərəm 4, 156-nı 12-yə bölərəm 13, minus 256-nı 16-ya bölərəm 16. 17-dən 16 çıxsaq 1. Doğru cavab olur 38A variantı. 39-cu sual deyərdim ki, bu yəni uşaqlar üçün daha düşündürücü sualdır. 7-ci sinif uşaqlar üçün. Və ABC 3 bucaq verib bizə bərabər yanlıdır. Tərəfləri Nuray kimi yazıram. X olsun. BD nədir? Hündürlükdür. Biz bilirik ki, bərabər yanlı 3 bucaq dedik. Bərabər yan tərəflər arasında çəkilmiş hündürlük bir dəqiqə həm də nə olur? Median olur. Median. Bax belə. Deməli burada olsun y. BD-ni də bizə verib 12. PABD-nin bax bu ABD-nin perimetrini soruşur. Ümumi perimetri də 60-a bərabərdir. Yəni 2x plus 2y bərabər 60 ise x plus y bərabərdir 30. ABD-nin perimetri x plus y plus 12'ye bərabərdir. 30 plus 12 bərabərdir 42. Doğru cavab olur D variantı. Tamamilə doğru yazıb bunu da. 40-cı sualda nə deyilir bizə? Modul x kiçikdir bərabər -4,2-dən. Bərabərsinin təməllərinin sayını tapın. Bax 0 olar, 1 olar, 2 olar, 3 olar, 4 olar. -1 olar, -2 olar, -3 olar, -4 olar. Doğru cavab olur 9 dənə. Sayını soruşur. 40 doğru cavab olur A variantı. Sual nömrə 41. Tərəfləri 2, 4, 5, yəni 2K üstə gələk 4K, üstə gələk 5K bərabər, perimetri 44 isə 11K bərabər 44, K da bərabər 4. Ən kiçik tərəfini soruşursa 2-ni vuraram 4-ə bərabər 8. Doğru cavab olur 41 A variantı. Sual nömrə 42. A paraleldir B olarsa alfanı tapın. Bax burada Nuray burada deyib ki, bu tam bucaqdır. Tam bucaq 360 dərəcə olduğuna görə 360-dan çıxıb 252 bərabər 108 dərəcə. Tapıb buranın 108. 108 və 3 alfa çarpaz bucaqlar olduğuna görə 3 alfanı bərabər edib 108-ə alfa bərabər 36 dərəcə tamamilə doğru gedib. Doğru cavab olur C variantı. 43-cü sual. 15'in kubu minus 5'in kubu bölünsün 10 minus 3 vuraq 15 vuraq 5. Belə çətin suallar yazan uşaq indi görün nəyə səhv yazıb. Yəni bilməsə məni yandırmaz ki, bilmir həqiqətən. Deməli, kublar düsturuna görə gedib 15 minus 5 vuraq 15'in kvadrat üstə gələk. Deməli, 15 vurulsun 5 üstə gələk 5'in kvadratı bölünsün 10. Minus 3 vuraq 15 vuraq 5. Bunlar getdi, ixtisar aparıb. Sonra 15'in kvadratı 3'ü burada, 2'si burada. Minus 2 vurulsun 15 vuraq 5 plus 5'in kvadratı kimi yazsam. Bu da mənə 15 minus 5'in mörtəzə kvadratını verir. Onun kvadratı 100. Doğru cavab D olur. Bu hesablayayım ama olsun. Yenə də cavab düz alıb D variantı doğru cavabdır. Sual nömrə 44. İfadəni sadələşdirin. 6 üstəyin üstə gələ 6 üstəyin bölünsün. 2 üstəyin üstə gələ 2 üstəyin üstə gələ 2 üstəyin. 2 dənə 6 üstəyin var burada. 3 vuraq 2 üstəyin. Düzdür, bərabərdir. 2 vuraq. 6 üstəyin yazaram ki, 3 üstəyin vuraq 2 üstəyin bölünsün. 3 vurulsun 2 üstəyin. 2 üstəyinlər getdi. 2 vurulsun 3-ün üstəyin n minus 1. Əsaslar eyni olan zaman qüvvətlər çıxılır. Doğru cavab olur. Hansı variant? 44 B variantı. 45-ci sualda çox diqqətsizlik səhv edibdir Nuray. 45. K-nın hansı qiymətində? 45-ci sual. Kx plus 3y bərabər -1, 6x minus 9y bərabər -4. Tənlər sisteminin həlli yoxdur deyir. Burada K-nın 6 olan nisbəti həlli olmaması üçün bərabər olmalıdır. 3-ün -9, o da fərqli olmalıdır. -1-in -4-də. Burada mənfini Nuray yeyib, yoxdur mənfi. Çarpazlasaq, -9K bərabər 18, K bərabər -2 olmalıdır. Doğru cavab olacaq B variantı. Sual nömrə 46. Aşağıdakilərdən hansı çox ədədin vurğularından biri deyil? X'in kubu, üstə gələk 4x'in kvadratı, üstə gələk 3x bərabərdir. X'i çıxarsaq, x kvadratı plus 4x plus 3. Vuruqlarına ayırıb bunu çox gözəl. X plus 3, x plus 1 şəklində. X plus 2 burada vuruq deyil. Doğru cavab olur 46 C variantı. Davam edək 47-ci sual. Yenə çox diqqətsizlik səhvlərindən biri. O x oxuna perpendikulyarsa bu götürüb o x oxuna paraleli götürüb. Çünki y bərabər 3, o x oxuna baxın paralel olur.
Burada x bərabər 2 olmalıdır. Baxın bu. X bərabər 2. O x yoxuna perpendikulyar doğru cavabı olmalıdır. B variantı. 48. Ətraflı yazılı tələb olunan suallardır bunlar. K-nın hansı qiymətdə tənliyin kökü həm də bu tənliyin kökü olar. 5 vuraq x plus 1 bərabərdir. 3 vurulsun x plus 2 plus 5. 5x plus 5 bərabər 3x plus 11. 2x bərabər 6. X də bərabər 3. 3 qiymətini gətirib bu tənlikdə yerinə yazaram. Kx üstə gələk k bərabər 2kx minus 4. X'in yerinə 3 yazsam 3k plus k bərabərdir 6k minus 4. 4 mənfi 2k və yaxud da müsbət 2k bir tərəfə getsəm bərabərdir 4. K da bərabər 2. Doğru cavab olur. K'nın hansı qiymətində? 2 qiymətində. 49-cu sual. Cədvəldəki paralel düz xəttin kəsərlə əmələ gətirdiyi bucaqlar verilmişdir. Qammanı tapın. Daxil çarpaz bucaqlar isə deməli x y-ə bərabər olmalıdır. Yəni ki 5 alfa üstə gələk 20 bərabər olmalıdır 2 alfa plus 44-ə. Buradan 3 alfa bərabərdir 24, alfa bərabər 8. Alfanın yerinə 8 yazsam, bax cədvəl budur da, elə deyil. Bax cədvəl budur. Düzdür. Bu daxili çarpazdır, bu xarici bir tərəfli. Bu y-dir, bu z-dir, bu da z-dir, bu da 4 qamma plus 32'dir. Qammanı tapdıq. Tapaq sevə-sevə. Biz y-i nə aldıq? 8 isə 5'i vurdum 8'ə 40 üzərinə 20 gəldim 60. Deməli z 60 olmalıdır. Çünki daxili çarpaz bucaqlardır. Deməli z-in yerinə burada 60 yazaram. Düzdür. Xarici bir tərəfli bucaqlarda cəmləri 180'ə bərabər olmalıdırsa, əgər bura 60 dərəcədirsə, bura olmalıdır 120 dərəcə. 4 qamma üstə gələk 32 bərabərdir 120. 4 qamma bərabərdir 8, 88. Qamma da bərabərdir 22 dərəcə. Doğru cavab olacaq 22 dərəcə. Sual 50. 50-ci sual maraqlı suallardan biridir. Yəni bu qədər çətinləri yazıb ən asanda səhv eləmək pes. Pes. Sonsuz sayda həlli. K-nın 4 olan nisbəti bərabərdir. 1-in 2 olan nisbəti bərabər m-in n olan nisbəti. Və deyir ki, həllərindən biri də 6 mənfi 2-dir. Gətirib burada x-in y-in yerinə 6 mənfi 2 yazaram. 6k minus 2 bərabərdir m. Bir də 6 mənfi 2 də 24 minus 4 bərabər n-dirsə m bərabər alıram 20. N-in yerinə burada 20 yazsam, çarpazlasam 2m n 20 oldu. M bərabər 20. 2m bərabər 20, m bərabər 10. M oldu 10. Düzdür. Bu ikisini çarpazlasam 2k bərabərdir 4, k bərabər 2. K da bərabər 2. Bizdən nə soruşur? MNK cəmini soruşur. Cəmləri olacaq 32. Doğru cavab olur 32. Bu qədər. Diqqətinizə görə sağ olun. Hər birinizə uğurlar.